Həqiqətən də inequality dediğimiz qeyri-bərabərlik var qərbdə, xüsusən Amerikada. Avropa gəlib çatıb bərabərsizlik səviyyəsinə. Thomas Piketty'nin Kapital 21-ci əsrdə kitabı bunu araşdırır. Bir çox məlumatları yanlışdır orada. Nassim Taleb onu ipraf çıxarıbdı. ABŞ-də ki bu hiperindividualizm var və fərdi uğur var. American Dream'də dediğimiz Amerika arzusu. Onların mindseti, düşüncə tərzi, bacarana can qurban, işləyəcəksənsə eləyəcəksən, işləməyəcəksən öldürəcəksən, sistemi məhv edəcəkdir. Onun sosial təminat yoxdur və bunun sayəsində bütün innovasiyalar ABŞ-dədir. Avropa hamını standartlaşdırdı. Elə bil ki, Sovet İttifaqının daha yaxşı versiyasını yaratdı. Orta sinif olmaq istəyirsənsə, yəni ki, Avropa yaxşıdır. Aynen. Amma Avropada nə startup çıxıb və indi bunun nəticəsini görürlər. Çin də belə baxanda sosial yönümlüdür. Orada da vergilər çoxdur. Orada da sosium düşüncəsi var. Hiperindividualistik fəlsəfə deyil də, Konfusi fəlsəfə. Amma onlar innovasiyalarda Avropanı qabaqladılar. Və bu Avropa üçün təzə bir çağırışdır ki, siz tamamilə səhv yoldasınız. Amerika bir ekstremumidir, hiperindividualizm, sənin şəxsi uğrun, dövlət arxanda durmur, sığortan olmayacaqsa, biz öləcəksən. Ged işlə yenə. Amerika budur. Sən 14, 15, 16 saat işləyəcəksən. Avropa Bismarckdan gələn bir fəlsəfədir əslində. Amma Avropada niyə sosial ədalət var, onun tarixçəsini bilmirlər. Bismarck düşünürdü ki, əgər insanlar yaxşı dincəlmişdirsə, yaxşı təhsillidirsə və yaxşı tibbi varsa, sağlamdırlarsa, onlar çox işləyəcəklər və produktiv işləyəcəklər. Ona görə bu üçünü yaradıbdı və hamı sonra onu kopyalamağa başlayıb Bismarck'ın sistemini ki, və həqiqətən Almaniya bunun üzərində inkişaf edə bilibdi, amma iki dənə nüans vardı orada problem. Birincisi, bunu üçünü yaratmalısan. Adətən insanlar istəyirlər ki, yaxşı təhsilin yoxdur, yaxşı tibbin yoxdur, yaxşı istirahətin yoxdur, amma ged produktiv ol da. Yəni ki, Bismarck bunları düzəltmişdi və Almaniyanın bir tərəfdən bəxti gətirdi, digər tərəfdən bəxti gətirmədi. İkinci Dünya müharibəsinin uduzu və hərbi xərcləri olmuş. Mən onu gətirmək istəyirəm ki, mən Azərbaycanlıların kimliyini anlamaq istəyirəm. Siz dediniz ki, niyə görə bizimkilər bunu eləmir də? Bunun səbəbi biz öz milli identikliyimizi tanımamağımızdadır. Ona gətirib çıxarıram ki, biz yarı Avropada qalmışıq. Çünki 90-cı ilin əvvəlindən biz Avropa standartlarını, Avropa qanunlarını, Avropa həyat təcrübəsini, Avropa siyasi sistemini gətirməyə başlamışıq. Amma mənim fikrimcə bir şərq insanları, yəni ki, Avropadakılar bizə çox yaramır. Bizə bəlkə Çin falan o tərəfdən təsir mexanizmləri çoxdur.